Alfa hissəcin başlanğıc kinetik enerjisi 100 elektron voltdur. Alfa hissəci B nöqtəsinə çatanda onun kinetik enerjisi nə qədər olar? A nöqtəsinin voltu 20 voltdur. B nöqtəsinin voltu 30 voltdur. Buraya yazaq fi 1 bərabərdir 20 volt. Buraya yazaq fi 2 bərabərdir 30 volt. Əvvəlcə elektrik sahəsinin gördüyü işi hesablayaq. Elektrik sahəsinin gördüyü iş A bərabərdir nə cürdür? 2 vurulsun U-da. Onun yerinə yazarıq fi 1 minus fi 2. Bax bu düsturla elektrik sahəsinin gördüyü işi hesablayıram. A bərabərdir. Alfa hissəcinin yükü 2 gedir. 2'ye yazıram. Fi 1'ə 20 volt, fi 2'ə 30 volt. Bu fərq oldu mənfi 10 volt. Deməli 2 Y vurulsun mənfi 10 volt. Bu da eləcək bax 2 vuran mənfi 10'a 20. Elektronu da vuran veya volt alır elektron volt. Mənfi 20 elektron volt. Elektrik sahəsi mənfi 20 elektron volt iş görübdür. Başlanğıc kinetik enerji 100 elektron volt idi. Deməli 20 elektron volt azalıbdır. Qalıbdır, Y-kinetik olubdur 80 elektron volt. Belə deyə bilərsən, bax, Y-kinetik A bərabərdir delta Y-kinetik, delta Y-kinetik. Mənfi 20 elektron volt bərabərdir, Y-kinetik çıxılsın 100 elektron volt. Buradan alasın ki, Y-kinetik bərabərdir 80 elektron volt. Oldu. Proton olsaydı, kürün yerinə Y yazardın. Elektron olsa, proton olsa bu kürün yerinə biz müsbət Y yazarıq. Elektron olsa kürün yerinə mənfi Y yazarıq. Bunlar nəzərə almalısan. Yükün işarəsini də nəzərə almalısan. Qiymətini də nəzərə almalısan. Oldu?